Hə. Mövzumuz olacaq uşaqlar, qrafiki redaktorlar. Qrafiki redaktorlar. Ümumiyyətlə, qrafiki redaktorlar nə üçündür uşaqlar? Qrafiki redaktorlar təsvirləri yaratmaq və təsvirləri redaktə eləmək üçündür. Təsvirləri yaratmaq və təsvirləri redaktə eləmək üçündür. Ümumiyyətlə, uşaqlar, bütün redaktorlar həmin obyekti yaratıb redaktə etmək üçündür. Məsələn, mətn redaktorları nə üçündür? Mətnlər yaradıb, mətnləri redaktə eləmək üçün. Cədvəl redaktorları, yəni cədvəl prosesorları nə üçündür? Cədvəlləri yaradıb redaktə etmək üçündür. Verilənlər bazasını idarə etmək sistemi nə üçündür? Verilənlər bazasını yaradıb onu idarə etmək üçündür. Onu redaktə eləmək üçün. Qrafiki redaktorlar da nə üçündür? Uşaqlar təsvirlər yaradıb, təsvirləri redaktə eləmək üçündür. Yəni, şəkillər yaradıb, həmin şəkilləri redaktə eləmək üçün nəzərdə tutulub. Və qrafiki redaktorlar bölünür 4 yerə. Bunu proqram təminatında demişdim və demişdim ki, onun haqqında daha dərin biz keçəcəyik. Qrafiki redaktorlar bölünür 4 yerə. Raster, vektor, fraktal, bir də 3 ölçülü qrafiki redaktorlar. Raster, vektor, fraktal, bir də 3 ölçülü qrafiki redaktorlar. Və bütün qrafiki redaktorların funksiyası uşaqlar təsvirləri yaradıb, təsvirləri redaktə eləmək üçündür. Bütün qrafik, rasterda, vektorda, fraktalda, 3 ölçülü də. Bu 4 qrafiki redaktorun 4'ü də təsvirləri yaradıb, redaktə etmək üçündür. Niyə bunun üstündə dəfələrlə deyirəm? Çünki uşaqlar, birazdan deyəcəm ki, raster qrafiki redaktorlar şəkilləri yaratmaq üçün yox, şəkillər üzərində emal işləri etmək üçün daha əlverişlidir. Redaktə etmək üçün daha əlverişlidir. Bu o demək deyil, uşaqlar şəkil yaratmaq olmur rasterda. Yaratmaq olur, amma normal yarada bilmirsən. Əyri-üyrü falan olur da, yəni. Normal şəkil yarada bilmirsən. Onun üçün o şəkil yaratmaq üçün nəzərdə tutulmayıb. Şəkillər üzərində işləmək üçün daha əlverişlidir. Amma o demək deyil, şəkil yaratmaq olmaz. Bütün qrafik redaktor şəkil yaratmaq olur, redaktə eləmək olur. Çünki uşaqlar, qəbulda sual var. Paint proqramının deyir, açıq sualdadır. Funksiyalarını seçin, nə etmək olar? Birinciyə yazıb ki, uşaqlar, Paintdə raster'a aiddir. Birinciyə yazıb ki, təsvirləri yaratmaq və redaktə eləmək. Uşaq götürür səhv deyirəm, niyə deyir, mənim Paint yaratmıraq, ancaq redaktə edir. Raster'da. Uşaqlar, dəxli yoxdur. Sən raster'da da yarada da bilərsən, redaktə də eləyə bilərsən. Vektorda da, fraktalda da, 3 ölçülüdə də hamısında yaradıb redaktə eləmək olur. Amma baxır hansı nə üçün daha əlverişlidir? Raster yaratmaq üçün yox, redaktə üçün daha əlverişlidir. Başa düşdü hamı bu sözü? Bəli, mən. Onun üçün bütün qrafik redaktorlar təsvirləri yaratmaq və redaktə eləmək üçündür. Qrafik redaktorlar dedik, bölünür 4 yerə. Raster, vektor, fraktal, bir də 3 ölçülü qrafik redaktorlar. Birinci başlayırıq raster qrafik redaktorlarından. Raster qrafik redaktorlar uşaqlar təsvirləri yaratmaq yox, təsvirlər üzərində işləmək üçün daha əlverişlidir. Və raster qrafik redaktorlar uşaqlar çox saylı təsvirlərin piksellər massivindən ibarətdir. Piksellər massivindən. Rasterın ən minimal elementi uşaqlar pikseldir. Piksel. Raster qrafik redaktorun ən minimal elementi pikseldir. Çünki raster qrafik redaktorlar uşaqlar piksellərdən təşkil olunur. O telefon alanda deyirsən, neçə megapiksel kameradır. O megapiksel dediyin uşaqlar, sən o raster təsviridir ona görə. Megapiksel. Neçə megapikseldir və piksellərdən təşkil olunur. Təsvirlər, şəkillər uşaqlar. Rasterin ən minimalenti pikseldir. Pikseldə nədir uşaqlar? Şəkili, təsviri yaradan nöqtələr. Bizə təsvir yaradan nöqtələr bizim pikselimizdir. Və piksellərin sayı nə qədər çox olarsa, neçə megapikseli sayı çox olarsa, təsvirdə o qədər keyfiyyətli olacaq. Və raster qrafik redaktor deyəndə uşaqlar, sənin bildiyin bütün şəkil anlayışları hamısı raster qrafik redaktordur. Bütün bildiyin nə şəkil anlayışı var uşaqlar, bu hamısı rasterdir. Siz nə vektor, nə fraktal, nə 3 ölçülüdən görmürsünüz, nə də istifadə eləmirsiniz. Bildiyin nə şəkil yoxdur uşaqlar. Kompüterində, internetdə, nə bilim, telefonunda, harada nə şəkil görürsünüz, adi bildiyiniz şəkillər. Onlar hamısı rasterdir. Raster təsvirlərdir. Şəkil anlayışımız bizim rasterdir. Onun üçün raster təsvirlər şəkillər yaratmaq üçün yox, şəkillər üzərində işləmək üçün daha əlverişlidir. O telefonunuzda şəkil zat çəkəndə üstündə 100 hoqqa çıxarsın, nə bilim, o tərəfin şişirdin, nə burasını neynədin, bəzədin, düzədin. Bax, onlar hamısı raster təsvirlərinə aiddir. O 100 şəkil proqramları var, bax, onların hamısı uşaqlar raster təsvirlərdir. Bax, gözən, raster təsvirlər şəkilləri yaratmaq yox, o şəkillər üzərində işləmək üçün daha əlverişlidir. Effektli şəkillər falan. Aydınmı? Ona görə də uşaqlar, bax, raster təsvirlər şəkillər üzərində işləmək üçün daha əlverişlidir. Və ən minimal elementi pikseldir uşaqlar. Raster təsvirlərindən əsasən uşaqlar poliqrafiya və nəşriyyat işlərində istifadə olunur. Nəşr, o çap zad yerlərində raster təsvirlərindən istifadə olunur.
Və uşaqlar, internetdə də istifadə olunan təsvirlər rasterdir. İnternetdə də əsasən raster təsvirlərindən istifadə olunur. O internetdə şəkil zad götürürsə, adi bir şəkil də onsuz da. Onlar hamısı nədir? Raster təsvirlər. Onsuz da o şeyi sən görmüsənsə, bil ki, o raster təsviridir. Yəni, internetdə falan hamısı raster təsvirlərindən istifadə olunur. Və foto və kameradan və skanerdən daxil edilmiş bütün təsvirlər raster təsvirlərinə aiddir. Foto və kameradan, adi telefonunuzla da şəkil çəkdiyiniz foto, kamera. Foto alanda elə birinci kamerasını alanda deyirsən neçə megapikseldir də onsuz da. Foto və kameradan və skanerdən daxil edilən şəkillər raster təsvirləridir. Skanerdə biz fərdi kompüter demişik. Bütün məlumatları kompüterə qrafik formatda daxil edir. Skanerdən demişik, daxil olunan şəkillərin formatı PDF olur və PDF-ləri də oxuyan proqram Adobe Acrobat Reader proqramıdır. Adobe Reader. PDF-ləri oxuyan proqramdır. PDF də uşaqlar şəkil formatıdır. Aydınmı? Və ona görə də uşaqlar, deməli, skanerdən, foto və kameradan daxil edilən şəkillər raster təsvirlərdir. İnternetdə əsasən raster təsvirlərindən istifadə olunur. Və raster təsvirlər şəkillər yaratmaq üçün yox, şəkillər üzərində işləmək üçün daha əlverişlidir. Və nəşriyyat və poliqrafiya işlərində istifadə olunur. Ən minimal elementi də pikseldir. Gəlir uşaqlar, raster qrafik redaktorların üstün və mənfi cəhətlərinə. Birinci başlayırıq raster qrafik redaktorunun üstün cəhətlərinə. Raster qrafik redaktorun birinci üstün cəhəti ondan ibarət ki, raster qrafik redaktorlar şəkillər üzərində işləmək üçün ən gözəl emal vasitəsidir. Onsuz da yaratmaq üçün yox, üzərində işləmək üçündür. Üzərində işləmək üçün ən gözəl emal vasitəsidir. Yenə deyirəm uşaqlar, o telefonunuzda 100D şəkil proqramı var. Görürsünüz nə qədər effekt verə bilirsən. Hələ sizin telefonunuzdakılar adi bir şeydir. Məsələn, Photoshopla falan uşaqlar elə bir effektlər verərsən ki, bundan nə keçir də. Nə bilim, bunun başını kəs, obrisinin başını qoy. Heç ayət da eləyənməsin ki, nədir. Yəni, düzəldi səni buradan götürəyində halarsa, hansı ölkəyə qoyum, hələ biləcəklər, hələ oradasan. O şəkilləri də çox o internetdə zətdə gördünüz, hamısı o Photoshopla falan düzələn şəkillərdir. Aydındır? Aydındır. Hə. Onun üçün raster təsvirlər uşaqlar şəkillər üzərində işləmək üçün ən gözəl emal vasitəsidir. Bu birinci müsbət xüsusiyyəti. İkinci müsbət xüsusiyyəti ondan ibarət ki, uşaqlar raster təsvirlər, raster qrafik redaktorlarında rəng tonlarının ardıcıllığı bir-birini izləyir. Rəng gravitasiyası bir-birini izləyir. Yəni açıq tondan tünd tondan açıq tonda keçmək üçün və ya açıq tondan tünd tona keçmək üçün birbaşa keçmək məcburiyyətində deyilsən. Bir dənə qırmızı rəngin uşaqlar 255-ə qədər çaları var. Baxın uşaqlar, və elə Paint proqramı elə zəifidir. Bir dənə burada görün nə qədər rəng çalar var uşaqlar. Olmayan rəng sistemi yoxdur yəni. Bir dənə adi uşaqlar yaşıl rəngin, qırmızı rəngin, baxın nə qədər burada çaları var. Aydındır. Onun üçün deyir ki, rəng tonlarının ardıcıllığı bir-birini izləyir burada. Həddindən artıq çox rəng var. Bundan sonra uşaqlar, bu oldu rasterın üstün cəhətləri. Gəlirik raster qrafik redaktorların mənfi xüsusiyyətlərinə. Raster qrafik redaktorunun uşaqlar, birinci mənfi xüsusiyyəti ondan ibarət ki, raster qrafik redaktorlarında uşaqlar təsviri böyüklükdə keyfiyyət itir. Şəkli böyüklükdə uşaqlar keyfiyyət itir. Bu uşaqlar bizim adi telefonunuzda da şəkli götürün, yaxınlaşdırın, görəcəksin keyfiyyət itir. Adi qaranlıqda zətdə şəklindən çək uşaqlar. Əvvəlki indiki megapikseli güclüdür, yəni megapiksellər güclü olanda yenə də yaxşı olur. Əvvəlkilərdə gecə şəkil çəkirdin, yaxınlaşdırdın, gözünüz alın yaşıl olurdu içi. Yəni piksellər niyə yaxınlaşdırırsan? Uşaqlar pikseldən təşkil olunur. Piksel dağılır, yayılır, böyüdürsən. Və həmin yeri rəyləmək üçün pikselin sayı az olduğuna görə keyfiyyətdə itir. Və uşaqlar, normal uzaqdandır. Düzdür, bax, yaxınlaşdırdıqca ona bax, uşaqlar, xəttlər falan görəsən əyri-üylüdür, bax. Uşaqlar, görsən xətti falan, qırıq-qırıq, hər şeyi görünür. Böyüklükdə keyfiyyət nə indir, uşaqlar itir. Aydındır? Bəli. Bu birinci mənfi xüsusiyyəti. Deməli, böyüklükdə rasterda keyfiyyət itir. İkinci mənfi xüsusiyyəti, raster təsvirlər piksellərdən təşkil olunduğuna görə yaddaşda daha çox yer tutur. Pikselin sayı artdıqca yaddaşda çox yer tutur. Bir var 2 megapikselliyinə çəkəcəksən, bir var 10 megapikselliyinə. Piksellərin sayı artdıqca onun üçün yaddaşda daha çox yer tutur. Və yaddaşda çox yer tutduğuna görə raster təsvirlərin emal edilməsi, ötürülməsi və saxlanması xeyli vaxt tələb edir. Həcmi çox olan bir şey göndərəndə də, emal edəndə, saxlayanda da vaxtın çox gedir. Bu oldu rasterin üstün və mənfi cəhətləri. Aydındır. Raster qrafik redaktoru haqqında bu qədər. Bundan sonra gəlirik uşaqlar vektor qrafik redaktorlarına. Vektor qrafik redaktorlarında uşaqlar, vektor qrafik redaktorlar şəkillər üzərində işləmək üçün yox,
şəkilləri yaratmaq üçün daha əlverişlidir. Şəkillər üzərində işləmək üçün yox, şəkilləri yaratmaq üçün daha əlverişlidir. Vektor qrafiki redaktorlar. Vektor qrafiki o demək deyil, şəkillər üzərində işləyə bilməz. Yenə deyirəm, şəkillər üzərində işləyə də bilər. Amma şəkillər üzərində işləmək üçün əlverişli deyil. Şəkilləri yaratmaq üçün daha əlverişlidir. Yəni təsvirləri yaratmaq üçün. Və vektor qrafiki redaktorlar uşaqlar çertiyoj və layihə işlərində istifadə olunur. Evin çertiyojun falan riyazi dəqiqliyi ilə təsvirlər yaratmaq üçündür. Və vektor qrafiki redaktorun 2 dəfə tərifi var. Birinci tərifi uşaqlar, vektor qrafiki redaktorlar regular strukturlar əsasında yaradılan təsvirlərdir. Regular strukturlar əsasında yaradılan təsvirlərdir. İkinci tərifi uşaqlar, vektor qrafiki redaktorlar riyazi cəhətdən təsvir olunan həndəsi obyektlərin əmələ gətirdiyi spesifik tipli təsvirlərdir. Riyazi hesablamalar əsasında həndəsi obyektlərin əmələ gətirdiyi spesifik tipli təsvirlərdir. Yəni, burada hər şey riyazi hesablamalar əsasında yaradılır. Və vektor qrafiki redaktorundan dediyim kimi istifadə olunur çertiyoj, layihə işlərində uşaqlar, evin çertiyojunu falan verəndə. Orada hər şey riyazi hesablamadır. Onun üçün bu təsvirləri yaratmaq üçün də. Rasterda hesablama zadı yoxdur. Nə gəldi, çəksən alıb. Onun üçün bu yaratmaq üçün deyil raster. Amma vektorda hər şey riyazi dəqiqliyi ilə, hesablamalarlandır. Evin çertiyojunu versən deyirəm sizə. Burada yəni hesablama düz verməsin. Usta nə gəlib tikəcək orada. Onun üçün burada hər şey milli dəqiqliyi ilə hesablanan bir şeydir. Və ona görə də uşaqlar, vektor qrafiki redaktorlar riyazi hesablama əsasında yaradılan təsvirlərdir. Böyük riyazi hesablama əsasında yaradılan təsvirlərdir. Dəqiq təsvirlər əldə olunur. Onun üçün şəkillər üzərində işləmək üçün yox, şəkilləri yaratmaq üçün əlverişlidir. Və dediyimiz kimi vektor qrafiki redaktor uşaqlar əsasən istifadə olunur. Vektor qrafiki çertiyoj və layihə işlərində istifadə olunur. Və vektor qrafiki redaktorunun uşaqlar ən minimal elementi xəttdir. Vektor qrafiki redaktorunun ən minimal elementi xəttdir uşaqlar. Vektor qrafiki redaktorunun uşaqlar ən minimal elementi xəttdir. Bildiyimiz xətt. Rasterın ən minimal elementi nə idi? Piksel. Vektorun isə ən minimal elementi xəttdir. Və uşaqlar, indi sizə belə bir sual verirəm. Sizcə, raster qrafiki redaktorunda xəttin uzunluğu yaddaşa təsir eləyər, yoxsa vektor qrafiki redaktorunda xəttin uzunluğu yaddaşa təsir eləyər? Rasterda müəllim. Rasterda. Məncə vektorda. Yox, rasterda uşaqlar, düzdür. Raster. Niyə uşaqlar? Bax, vektor qrafiki redaktorunun elementi nədir? Xət. Bu bir dənə xətdir. Mən bunu nə qədər uzadım, məsələn, uzatdım. Bu hələ bir dənə xətdir də, yaddaşda bir dənə xəttin yerini tutur. Balacalaşdırsam da, uzatsam da, vektorda bu bir dənə xətdir, bir dənə xəttin yerini tutur. Amma raster piksellərdən təşkil olunduğuna görə, orada xətti uzadanda sən pikselin sayını artırmış olursan və yaddaşda da artmış olur. Bax, bu buradan bura 20 piksel. Rasterda pikseldən təşkil olunur çünki. Sən bunu uşaqlar tutub dartsan, 30 piksel də gəldi üstünə. Yaddaşda daha çox yer tutmuş oldu. Onun üçün də uşaqlar, vektor qrafiki redaktorunda xəttin uzunluğu yaddaşa təsir eləmir. Amma raster qrafiki redaktorunda xətti uzadırsansa həcm artır, xətti azaldırsansa həcm azalır. Aydındır. Gəlirik uşaqlar, vektor qrafiki redaktorları proqramlarına. Vektor qrafiki redaktorlarına hansı proqramlar var? Corel Draw, Adobe Illustrator, Corel Illustrator, Macromedia Freehand. Corel Draw, Adobe Illustrator, Corel Illustrator, Macromedia Freehand. Bunlar uşaqlar vektor qrafiki redaktorlardır. Bunu proqram təminatında demişdim. İndi uşaqlar vektor qrafiki redaktorlarının heç mən raster proqramlarını demədim, fikrimdən çıxdı. Nə olacaq? Uşaqlar, vektor qrafiki redaktorlar, demək, Corel Draw, Adobe Illustrator, Corel Illustrator, Macromedia Freehand proqramları budur. Və vektor qrafiki redaktorunda, uşaqlar, Corel Draw-nun genişlənməsi C-dir. Bu proqram təminatda öyrə, buradakı genişləmə hamısı bilməlisiniz. Adobe Illustrator proqramının genişlənməsi AI. Bundan sonra hansı vektor genişləmələr var? WMF,
DXF, CGM, bir də EPS. Bunlar vektor qrafik redaktorların genişlənməsidir. İndi uşaqlar, kitabınızda 188-ci səhifədədir bu. Birdən səsdə tuta bilməzsiniz DXF zat deməyimi. Yəni kitabda 188-ci səhifədə var. İndi o ki qaldı uşaqlar, bundan sonra gəlir vektor qrafik redaktorun üstün və mənfi cəhətləri. Bunu saymamışdan uşaqlar, və ya fikrimdən çıxdı, indi səsdə aura əlavə edirsiniz bunu. Fikrimdən çıxdı, raster qrafik redaktorunun proqram və genişlənmələri. Raster qrafik redaktorlarının proqramları hansılardır uşaqlar? Raster qrafik redaktorunun proqramları uşaqlar, P ilə olan bütün qrafik redaktorlar raster qrafik redaktorlarına aiddir. P ilə olan bütün qrafik redaktorlar raster qrafik redaktorlarına aiddir. Hansılardır? Paint, Painter, Corel Photo Paint, Picture Publisher, PixArt, PhotoStyle, Adobe Photoshop, Corel Photo Paint, P'ların hamısı raster qrafik redaktorlarına aiddir. P ilə olan qrafik redaktorlar hamısı raster aiddir. Və raster qrafik redaktorunda istifadə olunan genişlənmələr bunlardır. İndi bura ya indidən əlavə edin, ya səsdən əlavə edirsiniz. Bu raster genişlənmələrində kitabda. Dip, D-I-B, dip. Dip. Bazı qutarıb müəllim yəqin. Yox. Proqramın özünün səhəsi. Hə, nəysə. Görüm yazmasa için. Dip. Hə, yox, bunda donur. Hə. Deməli, uşaqlar, dip, PCX, PCX. Dip, PCX. Bir dənə də uşaqlar, PDF. Bunlar da raster genişlənməsidir. Dip, PCX, bir də uşaqlar, PDF. PDF də demişik də, skanerdən daxil edilən şəkillərin formatı PDF olur. PDF də raster qrafik redaktoruna aiddir. Və PDF özü şəkil formatıdır. PDF-ləri də oxuyan proqram Adobe Reader-dir. PDF uşaqlar bu şəkildir. PDF şəkil formatıdır. Bundan başqa uşaqlar raster genişləmələri deməli dip, PCX, sonra PDF. Bundan başqa TIFF, JPEG, PSD, GIF, BMP, Nə dediniz? TIFF. Daha ekrana qoymuşam, görürsən? Ha, dur. TIFF, JPEG, bu ikinci, bunu da bilin, ya belə də yazılır, TIFF. JPEG, PSD, GIF, BMP, bir də PNG. Bunlar hamısı raster genişlənmələrdir. İndi uşaqlar, ən zəif genişlənmə BMP genişlənməsidir. Ən zəif genişlənmədir. Burada yazım nisbətən yüksək keyfiyyət, nisbətən yazım. Nəysə, onu boş verirsiniz, ən zəif genişlənmədir. Bu yüksək keyfiyyət zadı silin geçsin benim. Ən zəif genişlənmə BMP genişlənməsidir. Ən güclü genişlənmə TIFF genişlənməsidir. Və dizaynerlər, rəssamlar TIFF-dən istifadə edir. TIFF ilə PSD genişlənməsinin uşaqlar sıxlaşdırma üsulu yoxdur. TIFF və PSD genişlənməsinin sıxlaşdırma üsulu yoxdur. Yəni, bunları sıxmaq olmur. Arxivləşdirmək olmur. O qədər güclüdür ki, sıxmaq olmur bunları. 10 dəfələrlə sıxıla bilir JPEG. Animasiyalı faylın genişlənməsi GIF. İnternetdə mən dedim ki, raster təsvirlərindən istifadə olunur. İnternetdə əsasən raster təsvirlərindən istifadə olunur. Və internetdə istifadə olunan faylların genişlənməsi GIF ilə JPEG olur. İnternetdə GIF və JPEG genişlənməsindən istifadə olunur. Sonra uşaqlar, Photoshop proqramının genişlənməsi PSD-dır. Photoshop'unki PSD-dır. Bu onsa proqram təminatına yazılmışdır üstünə. Photoshop'unki PSD-dır. Paint proqramının genişlənməsi isə uşaqlar BMP ilə PNG. BMP və PNG. Bunlar ikisi də Paint proqramının genişlənməsidir. Aydındır. Bu raster proqramları və raster genişlənmələridir. Biz yenidən qayıdırıq uşaqlar vektor qrafik redaktorlarımıza. Deməli uşaqlar, vektor qrafik redaktorlarının dedik ən minimal elementi uşaqlar xəttir.
Vektor qrafik redaktorun uşaqlar dedik, ən minimal elementi bizim üçün nədir uşaqlar? Xətt. Ən minimal elementi xəttdir. Və xəttin uzunluğu uşaqlar vektor qrafik redaktorunda yaddaşa təsir eləmir. Rasterda isə təsir edir. Və vektor qrafik redaktoru dedik, əsasən çertiyoj və layihə işlərində istifadə olunur. İndi uşaqlar, burada xəttin xassəsi var. Xəttin xassəsi. Buraya yazmışam, buradan deyim. Xəttin xassələri var uşaqlar. Xəttin 4 dəyə xassəsi var. Forması, rəngi, qalınlığı, bir də xarakteri. Bunlar uşaqlar xəttin xassələridir. Xəttin xassələri. Forması xəttin düz və ya əyri olmasıdır. Rəngi, xəttin uşaqlar rəngi də qırmızı falan olması. Qalınlığı hələ qalınlığıdır. Xəttin xarakteri də uşaqlar düz və ya qırıq-qırıq olmasıdır. Bunlar xəttin xassələridir. Forması, rəngi, qalınlığı, bir də xarakteri. İndi gəlir uşaqlar vektor qrafik redaktorlarının üstün və mənfi cəhətlərindən. Birinci başlayıram uşaqlar vektor qrafik redaktorunun üstün cəhətindən. Birinci vektorun birinci üstün cəhəti ondan ibarətdir ki, uşaqlar vektor qrafik redaktorunda uşaqlar böyüklükdə keyfiyyət itmir. Rasterda böyüyəndə keyfiyyət itirdi, amma vektorda böyüyəndə keyfiyyət itmir. Çünki sən böyüklükdə xətt də uzanır və heç bir keyfiyyət itkisi baş vermir. Gəlir uşaqlar vektorun ikinci müsbət xüsusiyyətinə. Vektorun ikinci müsbət xüsusiyyəti odur ki, riyazi hesablamalar əsasında yaradıldığına görə çox dəqiq təsvirlər əldə olunur. Üçüncü müsbət xüsusiyyəti ondan ibarətdir ki, rastra nisbətən yaddaşda az yer tutur. Raster yaddaşda çox tuturdu, vektor isə nisbətən yaddaşda az yer tutur. Dördüncü müsbət xüsusiyyəti ondan ibarətdir ki, çap keyfiyyəti daha yüksəkdir. Beşinci müsbət xüsusiyyəti ondan ibarətdir ki, uşaqlar düyün nöqtələri boyunca redaktə eləmək olur. Düyün nöqtələri boyunca redaktə etmək olur. Bu nə deməkdir uşaqlar? Baxın. Mən vektorda uşaqlar tutaq ki, bir də F çəkmək istəyirəm. F çəkiyocu hazırlayıram. Bir dənə xətt götürdüm, qoydum buradan bura. Xəttin başlanğıcı və sonu olur da. Mən belə yumurlayıram, elə bilmiyorum, orada yumurlayın. Yəni başlanğıc və sonu göstərirəm. Bir dənə xətt qoyuram bura. Bir dənə xətt götürüb qoyuram bura. Bunların ağız-ağıza oturmağına baxmayın. Hərəsi ayrı xəttdir bunlar. Bir dənə xətt götürürəm, qoyuram buradan bura. Bir dənə xətt götürürəm, qoyuram buradan bura. Bir dənə xətt götürürəm, qoyuram buradan bura. Bir dənə də xətt götürdüm, qoydum buradan bura. Və elə bilin ki, bu oldu sizin üçün el. Mənim uşaqlar, və burada düyün nöqtələri, 5-ci müsbət xüsusiyyəti oldu ki, düyün nöqtələri boyunca redaktə eləmək olur. Yəni, bu hər xəttin ucundan tutub o aynı bəyana fırlada bilərsən. Yəni, belə deyim də daha. Word-də uşaqlar, bunlar ərəsi bir qaytarım, elə bir belə F çəkimdir daha. Yəni, bu hər xəttin ucundan uşaqlar tutub o aynı bəyana fırlada bilirsən. Yəni, bu xətti uzat da artıq. Yəni, nə istəyən elə də. Mənim uşaqlar, İndi Word-də kimi olmuyor, orada çünki dəqiq olan bir şeydir. Prosta yəni göstərmək istəyirəm ki, xəttin başlanğıcı sonu olduğuna görə düyün nöqtələri boyunca, yəni bu birləşmə nöqtələri boyunca redaktə etmək olur. Aydındır. Amma raster qrafik redaktor pikseldən təşkil olunduğuna görə orada düyün nöqtəsi yoxdur. Və orada düyün nöqtəsi boyunca redaktə etmək olmaz. Yəni orada piksellərdən ancaq. Vektorun sonuncu müsbət xüsusiyyəti ondan ibarətdir ki, uşaqlar, bax diqqətlə qulaq asın, vektor təsvirlərini asanlıqla raster təsvirlərinə ixrac etmək olur. Vektor təsvirlərini asanlıqla raster təsvirlərinə ixrac etmək olur. Vektor asanlıqla rastera çevirə bilirsən uşaqlar. Məsələn, bu Corel Draw proqramıdır, təsəvvür edin. Mən bu evin çertiyojunu çəkdim. Mən buradan uşaqlar vektorla yaratmışam, Corel Draw-da, vektor qrafik redaktor. Vektor qrafik redaktor asanlıqla rastera çevirə bilirəm. Girirəm fayldan save əzinə. Saxlanət eləmək nə idi uşaqlar? Fayldan genişlənmə hardan dəyişirdi? Fayldan save əzinə. Daxil olan fayldan save əzinə uşaqlar. Oradan genişlənməsini uşaqlar seçmirəm cıdırı, vektor genişlənməsi seçmirəm. Seçirəm raster genişlənməsi var orada. Seçirəm JPEG genişlənməsi, oldu şəkil. Bildiyiniz şəkil. İndi sizcə mən bu vektoru rastera çevirəndə bu düyün nöqtələri qalacaq uşaqlar yerində. Nəyə çevriləcək o? Vektora. Vektoru çevirirəm rastera. Vektorda yaratdığım təsviri rastera çevirirəmsə, nə formada olacaq? Nələrdən təşkil olunmuş olacaq? Piksellərdən. Piksellərdən. Da orada düyün nöqtəsi olmuş. Öyle bir şəkildir. Bax uşaqlar, götürün bu ekranın kənardan şəklini çəkin. Bax elə bir bu Corel Draw-da hazırlamışam. Bax indi tutub aynı bəyana darta bilirəm. Belə deyim də bax, Word-də. İndi bu tutub aynı bəyana darta bilirəm də, düzdür? Telefonunuzla götürün bunun şəklini çəkin. Kənardan tutun bunun şəklini çəkin. Siz təzədən bu siz eləyə biləcəksiniz telefonunuzda bunun düyün nöqtəsini. Aynı bəyana darta bilərsiniz.
Yox, eləyə bilməyəcək. Loji oldu şəkil də, uşaqlar, yəni düyün nöqtəsi oldu sənin üçün şəkil, bildiğiniz şəkil yəni anlayışı. Vektoru rastra çevirdinsə uşaqlar, oldu o piksel, всё. Onun düyün nöqtəsi də olmur. Yəni hər kəs vektor kimi üstündə işləyə bilməyəcək, yəni şey eləyənməyəcək. Və uşaqlar, vektor təsvirlərini asanlıqla rastr təsvirlərinə ixrac etmək olur, yəni çevirmək olur. Bu vektorun üstün cəhətidir. Və uşaqlar, bizim bütün kitabların üz qabığı var. Bunlar hamısı uşaqlar hazırlanıb bizdə şeydə, CorelDRAW proqramında, hamısı. Amma biz o çap yerinə nəşriyyata göndərəndə və biz o CorelDRAW-dan çıxanda cırdırı ilə yadda saxlamırıq. Cırdırı genişləməsində yadda saxlamırıq. Görürük seyvəzdən JPEG genişləməsi seçib, saxlanət edib elə göndəririk çap yerinə. Çünki birinci çapda dedim ki, raster qrafik redaktorundan istifadə olunur, nəşriyyatda falan. Amma mən o heç CorelDRAW-dan da göndərmərəm uşaqlar oraya. Sabah CorelDRAW-dan göndərərəm, açar CorelDRAW-da 50 zadı dəyər, xətt duayına bir yana qaçar, füsödə da. Kitabın üz qabığı olur püskündə. Onun üçün bir dəfəlik o JPEG eləm şəkil olur. Oldu belə bir dənə şəkil. Gəlin. Elə bu CorelDRAW-da hazırlamışam bunu. Sonda uşaqlar JPEG eləm oldu şəkildən. Bunu harasını tutub nəsə eləyə bilər ki? Şəkil. Bildin kənardan şəkil. Sonda o kitabın üstünə çap edib, getdi. Başa düşdünüz? Onun üçün vektor təsvirlərini asanlıqla rastr təsvirlərinə ixrac etmək olur. Sual var? Yoxdur. Bu da demək. Uşaqlar, vektor təsvirlərini dediyim kimi asanlıqla rastr təsvirlərinə, vektor təsvirlərini asanlıqla rastr təsvirlərinə çevirmək olur. Gəlir uşaqlar, vektorun mənfi xüsusiyyətlərinə. Vektor qrafik redaktorların mənfi xüsusiyyətləri hansılardır? Vektorun uşaqlar birinci mənfi xüsusiyyəti ondan ibarətdir ki, uşaqlar burada rəng tonlarının ardıcıllığı bir-birini izləmir. Rəng gravitasiyası bir-birini izləmir. Yəni rastrın üstün cəhəti idi ki, rəng tonları bir-birini izləyirdi, amma vektorda uşaqlar rəng tonlarının ardıcıllığı bir-birini izləmir. Yəni rəng özünü doğrultmur. O demək deyil, uşaqlar burada vektor qrafik redaktorunda rəng tonları yoxdur. Bir qırmızı rəngin bəlkə 50-yə yaxın çaları var. Amma raster qədər deyil də. Yəni rasterda deyirəm 250-yə qədər çaları var bir dənə rəngin. Burada da rəng var. Sənə kifayət eləyəndən artığı var vektorda. Amma da raster qədər deyil. Onun üçün rəng tonları bir-birini izləmir. Bu birinci mənfi xüsusiyyət. Vektorun ikinci mənfi xüsusiyyəti ondan ibarətdir ki, burada profilli effektlərdən istifadə olunmur. Təbii ki, effektdən istifadə eləyə bilməzsən də. Nə qarasın ki, sən evin çetiyojunun üstündə nə qarasın ki, burada deyirəm çetiyoj layihədir, dəqiq olan. Evin çetiyojuna burada şəlalə çəkməyəsən ki, şəlalə qoysun, usta gəldiyici gəlmə onda şəlalə çoxdur. Bu uşaqlar çetiyoj və layihədə istifadə olunur. Onun üçün uşaqlar burada belə şeylərdən istifadə eləmək profilli effekt olmur. Olur, məsələn, hovuzun içinə su kimi göstərərsən buradakı, yəni belə bir effekt var. Yəni o evə aid olan bir şey, çetiyoja falan aid olan bir şey. Daha Photoshop kimi yox da, daha Photoshopda nə istəsən oqqa çıxarda bilirsən. Onun üçün burada profilli effektlərdən istifadə olunmur. Üçüncü mənfi xüsusiyyət ondan ibarətdir ki, vektorun üstün cəhətidir ki, vektoru rastra asanlıqla çevirə bilirsən. Vektorun mənfi xüsusiyyəti olur ki, rastr təsvirlərini müəyyən səviyyədə vektor təsvirlərini ixrac edə bilmirsən. Sən rastr uşaqlar vektora çevirə bilmirsən. Rastr təsvirlərini, bu rastr qrafik redaktorunda hazırladığın bir təsviri müəyyən səviyyədə sən vektora çevirə bilməyəcəksən. Bunun içində uşaqlar seyvəzinə gelir, burada vektor genişlənməsi yoxdur. Ancaq rastr genişlənməsidir. Əslində deyərsən, mənim bu rastrın mənfisi olar da, TQDK belə yazır da, biz də belə bilirik. Bax, vektorun müsbət xüsusiyyətidir ki, vektoru asanlıqla rastra çevirirsən, girirsən seyvəzdən çevirdin. Vektorun mənfi xüsusiyyəti odur ki, vektor təsvirlərini müəyyən səviyyədə rastr təsvirlərini ixrac etmək olmur. Niyə müəyyən səviyyədə deyirlər? Çünki bəzi proqramlarla olur. Müəyyən səviyyədə çevirmək olmur. Bu mənfi xüsusiyyətdir. Amma bəzi proqramlarla da olur. Onlar da adlanır vektorizatorlar. Vektorizatorlar uşaqlar rastr təsvirlərini vektor təsvirlərinə çevirən proqramdır. Bu da iki dənədir. Adobe Streamline bir dənə proqramdır bu. Adobe Streamline, bir də CorelTrace. Adobe Streamline, bir də CorelTrace. Bunlar uşaqlar rastr təsvirlərini, vektor təsvirlərinə çevirən proqramlardır. Vektorizatorlar adlanır. Vektorizatorlar nə deməkdirsə, rastr təsvirlərini vektor təsvirlərinə çevirən proqramlardır. Vektorun mənfi xüsusiyyətidir. Rastrı vektora müəyyən səviyyədə çevirmək olmur. Amma bəzi proqramlarda ola bilər, onlar da vektorizatorlardır.
raster təsvirini vektor təsvirinə çevirən proqramlardır. Adobe Streamline, bir də Corel Trace. Uzun ömür, can sağlığı, ailə saadəti. Tam 30.